Gəldilər, gördülər ki, Səkinə özün atıb bacısının qəbrinə ağlaya-ağlaya deyir, ay mənim yoldaşım, olmaz səni tərk eləmək. Kərbəladan Şamacan bir gəlmişi, dur bir gedək. Ax, sən mənlə yoldaş olmusan, sən belə vəfasız olmazdın. Niyə burada qalırsan? Necə bir yerdə gəlmişik, dur bir yerdə gedək. Deyir, Zeynəbin dizi büküldü, oturdu yerə. Bu mənzərəni görəndə. Qorxma, asandır o gəlməkdən bu getməklik yolun. Qolları bağlıq gəlib, sən bir də bağlanmaz qolun. Deyir, qorxursan, şimir səni qamçı ilə döyər getmirsən, dur ayağa, bu karvanın başçısı özüməm. Burada şimir yoxdur, onun qorxusundan durmursansa, dur gedək. İmam Hüseynin qəbrinə gedəndə birinci bunu dedi ki, bütün balaları o salamat gətirmişəm, amma Rüqəyyəndən xəcalətliyəm, əmanəti qoruya bilmədim. Dur Hüseyin, Zeynəbin gəlib ağlamağa, ya Rəbi, Zeynəbin gəlib bağlamağa.